Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı məlum olub. Bir istiqamət üzrə minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır. Yevlaxdan Tbilisiyə 67 manat, Gəncədən Tbilisiyə 62 manat, Ağstafadan Tbilisiyə 57 manat, Böyük Kəsikdən Qardabaniyə isə 51 manat təşkil edəcək. Qeyd edək ki, Azərbaycan və Gürcüstan mayın 26-sından Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında 25 may saat 00:00-dan dəmir yolu nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyəti arasında əldə olunmuş ilkin razılaşmaya əsasən qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.